Çox adı çəkilməyən bir janr var, dubstep. Halbuki Britaniya undergroundundan çıxmış bu musiqi tərzi bizə yeni qrovlar bəxş etmişdi və ondan sonra pop musiqisindən metal musiqisinə qədər bu janrdan bəhrələnməyən demək olar ki, janr qalmadı. Digər tərəfdən dubstep bir çox musiqi tərzinin sound dizaynını dəyişərək ona canlılıq qatdı və hətta inqilab etdi deyərdim. Beləliklə döyünən wobble səsləri və nəhəng growl səsləri müasir musiqi dünyasının ayrılmaz hissəsinə çevrildi. Əgər bu səsləri necə yarada biləcəyinizi öyrənmək istəyirsinizsə, bu videonun sonuna qədər izləyin. Həm də bu video keçən birinci videomuzun daha yaxşı anlaşılmasına kömək eləyəcək. Bizə 2 dənə plugin lazım olacaq. Birincisi Tal Audio'dan Electro plugin-də, hansı ki bu plugin yəni sintezatoruna oturan belə bir interfeysi var. Burada osilyator 1, osilyator 2 görsənir. Sub görsənən isə 3-cü osilyatoru təmsil edir. Burada isə osilyator 3-ü də səsini artırıb azalda bilmək mümkündür. İkinci VST-miz isə, yəni sintezatorumuz isə Tal Audio'dan Noise Maker sintezatordur, hansı ki bunun ikisi də pulsuzdur. Yəni bunları bilərəkdən seçdim ki, ikisini də siz pulsuz şəkildə yükləyə biləsiniz. Əgər seruma əliniz çatmırsa bunlardan istifadə edə bilərsiniz. Yəni nəticədə proses eynidir və əgər düzgün istifadə etdinizsə eyni səslər əldə edə bilərsiniz. Belə. Birinci Noise Maker VST-si ilə, yəni sintezator ilə başlayacağıq, sonradan isə elektroya keçəcəyik. Videonun əvvəlində bəslədiyim kimi dubstep janrının bir sıra xarakterik xüsusiyyətləri mövcuddur. Bunlardan ən önəmlisi təbii ki, bu janra aid olan səslərin daha aqressiv və daha yüksək tonlarla zəngin olmasıdır. Bunun üçün biz Noise Maker sintezatoru ilə səs yaradacağıq. Birinci eləməmiz gerəkən osilyatorun miksidir. Noise Maker-də daşıyıcı siqnal ikinci osilyator tərəfindən yaradılır və onun səs ucalığını sintezatorun master bölməsində artırmaq olar. Nəzərdə tutduğum isə tam olaraq budur. Burada sizə oynadacağam və siz daha yaxşı başa düşəcəksiniz. Hal-hazırda bunu aşağı saxlayıram, amma birazdan bizə lazım olacaq. İkinci olaraq dalğa formalarını seçmək gəlir. Yadınızda alırsa sizə dalğa formaları haqqında məlumat verərkən düzbucaqlı və xüsusilə mişar dişi dalğa formalarının daha aqressiv səslər yaratmaq üçün istifadə olunduğunu demişdim. Elə biz buna görə də burada hal-hazırda görsənən mişar dişi formasında olan dalğa formasıdır, bunu saxlayacağıq. Üçüncü olaraq modulyasiya intensivliyini tənzimləmək gəlir. Modulyasiya intensivliyini tənzimləmək deyərkən bunu nəzərdə tuturam. Yəni FM, Frequency Modulation. Bunun haqqında sizə qısa məlumat verəcəm. Tezlik modulyasiyası, yəni Frequency Modulation ifadəsinin qısaltması olan FM bir çox səs generatorlarında rast gəlinən modulyasiya üsuludur. Bu prosesdə bir osilyator tərəfindən yaradılan daşıyıcı siqnalın tezliyi digər ikinci osilyator tərəfindən modulyasiya edilir. Bu yolla xarakteri tez-tez metalik kimi təsvir olunan səs spektrləri yaratmaq mümkündür. Tezlik modulyasiyası Yamaha'nın DX seriyasında, xüsusilə DX7 modelində işlədilməsi ilə populyarlıq qazanılmışdır. Bir çox musiqiçi tərəfindən sevilən DX7 1980-ci illərin əvvəllərində musiqi dünyasında köklü sound dəyişiklikləri etmişdi və xüsusilə soyuq, metalik zəng və piano səsləri ilə məşhurlaşmışdı. Klassik FM və DX səsləri bugün köhnəlmiş kimi görsənsə də, bu səsdən və ya bu üsuldan yenidən kobud səslərin yaradılmasında geniş istifadə olunmağa başlanılıb. Frequency modulation'ı tamamilə açırıq və bu halda biz intensiv bir effekt vermiş oluruq, belə deyim. Dördüncü isə birinci osilyatoru kökləmək. Birinci osilyator FM modulyatoru funksiyasını yerinə yetirir və bununla da səsin ton hündürlüyünü müəyyən eləyir. Bu səbəbdən birinci osilyatoru yalnız oktav addımları ilə, yəni plus 12, plus minus 12 və ya plus 24, minus 24 yarım ton şəklində kökləmək lazımdır. 5-ci olaraq ikinci osilyatoru kökləmək gəlir. Xüsusilə xoş səs rəngləri, timbre əldə etmək üçün ikinci osilyatoru birinci osilyatora nisbətən bir və ya bir neçə oktav fərqlə kökləmək lazımdır. Əlbəttə digər nizamlamalarla da sınaqlar aparmağa dəyər, lakin bu zaman yaranan səslər çox vaxt disharmonik səslənir və ona görə bu səbəbdən birinci osilyatoru minus 12, ikincini isə plus 24 olacaq şəkildə kökləmək istəyirəm və səsimiz təxminən belə səslənir hal-hazırda. Nəzərə almaq lazımdır ki, master hissəsində osilyator 2 hələ aktiv deyil. Biraz artırsaq belə səslənəcək. Yəni cırmaqlayıcı bir səs effekti almış oluruq. Hansı ki, belə səs effektləri dubstepdə çox xarakterikdir.
Cırmaqlayıcı səs spektrlərini həmçinin osilyatorun sinxronizasiya vasitəsilə sintezatordan da əldə etmək olar. Bu zaman bir osilyator hər 0 keçidində ikinci bir osilyatorun dalğa formasını sıfırlayır. Əgər bu sonuncu osilyator yarım ton addımları ilə yuxarı və aşağı köklənərsə, onun dalğa forması sinxronizasiya nəticəsində müəyyən mənada parçalanır və maraqlı yüksək səs spektrləri yaranır. Bu səsi sizinlə indi Tal Audio'nun bəhsi keçən elektro sintezator üzərindən göstərməyə çalışacağam. Addım-addım bunun necə baş verdiyini sizinlə birlikdə eləyək. Elektro sintezatorunun belə bir sadə interfeysi var və burada gördüyünüz kimi digər plugində olduğu kimi burada mixer hissəsi mövcuddur və burada osilyator 1 və 2 hətta 3-ün də səs ucalığı tənzimləmələrini eləmək mümkündür. Buradan hal-hazırda bir səs təhrif olunmasın deyə sizə kiçik bir trik, səs təhrif etməmək üçün osilyator 1 və 2-ni maksimum saat 2 civarında döndərmək lazımdır. Yəni ondan artıq olunsa səs təhrif oluna bilər. Ona görə məsləhət görmürəm və ikinci olaraq hal-hazırda bunu aşağı saxlayacağam. İkinci olaraq burada biz sinkronizasiyaları aktiv etməliyik. Yəni iki səsdə sinkronizasiya olunsun və dalğa formalarını seçərkən digər sintezator üzərində dediyim şeylər bunun üçün də keçərlidir təbii ki. Yəni SOW, yəni mişar dişi dalğa forması aktiv qalır və davam edirik. Burada gördüyünüz sub sinkronizasiyanın master roluna çıxış eləyir və yaranan səsin kökünü müəyyən eləyir. Ona görə bunu dəyişdirərkən bunun oktavalar şəklində dəyişdirilməsi lazım olduğunu nəzərə alın. Osilyator 1 və 2-ni kökləyərkən burada semi funksiyasından istifadə edirik. Bu yarımton olaraq köklənməni nəzərdə tutur və birinci osilyatoru 2 yarımton aşağı kökləmək, ikinci osilyatoru isə 7 yarımton yuxarı kökləmək istəyirəm ki, bir-birinə əks istiqamətlərdə səslər əldə eləyək və necəsə cırmaqlayıcı bir effekt yaransın. Ona görə bunu 2 yarımton aşağı alacağam. Bəs bu qədər. Bunu isə 7 yarımton yuxarı almış oluram beləliklə. Və səsimiz belə səslənir. Səslənmir çünki burada mikserdə artırmamışıq hələ. Bunu eyni səviyyədə artıracağım ikisini də. Gördüyünüz kimi belə biraz narahat edici və cırmaqlayıcı bir səs effekti qazanmış olduq. Belə. Uyğun bir səs spektri tapıldıqdan sonra səsin səs keçidini formalaşdırmaq lazımdır. Zərf generatorlar, yəni envelopes və LFO-lar bunun üçün buradadır. Yəni bizə kömək etmək üçün buradadır. Və dubstepdə ritmik modulyasiyaların xarakterizə etdiyi səslər adətən üstübaxası hesab olunur. Döyünən, yəni wobble effektini bir LFO tərəfindən modulyasiya edilən filtrin köməyi ilə yaratmaq mümkündür. Bunu indi sizə Noise Maker üzərindən göstərəcəm. Birinci olaraq filtr növünün seçilməsidir. Wobble effektləri yaratmaq üçün aşağıdan orta dərəcəyədək dikliyə malik alçaq tezlikli filtrlər, yəni low pass xüsusilə yaxşı nəticə verir, götürmək olar. Noise Maker ilə işləyərkən xüsusilə buna görə LP12 dB, yəni desibel filtr növündən istifadə etmək olar. Sonradan isə burada cut-off-u kifayət qədər bağlamaq lazımdır. Mən hardasa bu civarda saxlamaq istəyirəm. Sonradan bunu dəyişmə ehtimalımız böyükdür bu arada. Üçüncü olaraq burada modulyasiyanın hədəfini seçməliyik. Yəni LFO 2-nin üzərində biz off klikləyərək burada filtri seçirik ki, filtrlə LFO 2 sinxronizasiya olunsun. Dördüncü olaraq modulyasiya intensivliyini tənzimləmək lazımdır. Yəni bunun üçün burada amount hissəsini tamamilə sağa çevirməliyik. İndi gəlirik çox gözəl bir suala. Wobble effektini yaratmaq üçün hansı dalğa forması seçilməlidir? Wobble effektini biz adətən sinus formalı dalğa forması ilə yaradırıq. Yəni hal-hazırda gördüyünüz elə məhz sinus formalı dalğa formasıdır. Yəni bu qala bilər. Və burada sinkronizasiyanı aktiv edirik. Və burada rate ilə LFO-nun intensivliyini artırıb azalda bilərik. Hal-hazırda səsinizi dinləmək istəyirəm. Biz burada BPM-i biraz aşağı salsaq nə baş verər? Deməli belə.
Xüsusilə dubstepdə sürətlənən və yavaşlayan wobble effektini yaratmaq üçün burada modulyasiya tezliyini, yəni rate-i azaldıb çoxaltmaq, yəni automation vasitəsilə azaldıb çoxaltmaq çox populyardır. Yəni bundan istifadə eləyə bilərsiniz. Sizinlə belə bir bit yığmaq istəyərdim. Gəlin indi sözünü elədiyim growl səsini yaradaq birlikdə. Growl səsini yaratmaq üçün deməli, yenə də noise maker sintezatoru ilə birinci burada default alıram, yəni hər şeyi sıfırlayıram və birinci addığım filtr növünün seçilməsi olacaq. Yəni burada biz filtr növünü seçməliyik. Burada growl səsini yaratmaq üçün 6 və ya 12 çox uyğundur. Ona görə mən 12-ni seçmək istəyirəm. Sonradan isə burada cut off-u tamamilə sola, yəni tam bağlayırıq və burada əslində bizə ən lazım olacaq funksiyalardan birisi count. Yəni burada modulyasiya tezliyini artırıb azaltmaq olacaq, amma bunu hal-hazırda belə saxlamaq istəyirəm. Sonra attack time və decay time çox vacibdir, çünki atak vaxtı vasitəsilə zərfin öz maksimal dəyərinə çatması üçün nə qədər vaxt lazım olduğunu müəyyən edirsiniz. Bu parametr growl, yəni hal-hazırda üstündə işlədiyimiz səs üçün çox vacibdir. Yəni və bu elə istifadə olunmalıdır ki, hal-hazırda üstündə işlədiyiniz səs və ya ümumiyyətlə track nədirsə, kompozisiya nədirsə, onun ötürmək istədiyi emosiya, yəni vibe-a uyğun olsun. Və decay vaxtı. Decay vaxtı isə uzun bir decay vaxtı təyin etmək lazımdır ki, filtr zərfin pik nöqtəsinə çatdıqdan sonra yavaş şəkildə bağlansın. Zərf deyəndə təbii ki, envelope nəzərdə tuturam. Hal-hazırda burada envelope yazılmasa da filtr funksiyası burada bizdə envelope rolunu oynayır. Ona görə decay uzun saxlayıram, attack'ı da hardasa buralarda saxlayıram eləlik. Və demək olar burada biraz oscillator 2-nin səsini artırım ki, eşidə bilək. Hazırıq, məncə hazırıq. Səsi qulaq asa bilərik. Şeyi unutmuşam, burada rezonansı qaldırmaq lazımdır ki, səs presence olsun, yəni desin ki, mən buradayam. Əla, yəni hal-hazırda eşitdiyiniz səs təbii ki, growl səsidir. Amma etiraf eləməliyəm ki, bu səsi Serum plugin üzərindən, Serum sintezatoru üzərindən qat-qat yaxşı demək olardı. Amma göstərmək istədiyim səslər pulsuz plugin üzərindən nəzərdə tutulmuşdu deyə bununla irəlilədik, amma növbəti videolarda böyük ehtimal ki, yenə də ona qayıdacağıq və sizə Serum üzərindən growl və wobble səsini necə daha yaxşı dubstepin öz o xarakteristik xüsusiyyətlərinə uyğun necə hazırlaya bilərsiniz, böyük ehtimal ki, onları görəcəyik. Amma hal-hazırda eşitdiyimiz səslər growl səsidir tamamilə belə. Bundan əlavə dubstep səsləri üçün xarakteristik olan başqa bir xüsusiyyət bundan ibarətdir ki, bu səslərin üzərində çoxlu təhrif eləmələr mövcuddur. Yəni distorsiya funksiyası mövcuddur. Bunun üçün biz birinci kanalda, hal-hazırda pluginimiz birinci kanalda olduğu üçün
Sizə Sound Noise Decapitator plugini üzərindən, yəni effekt üzərindən göstərmək istəyirəm. Biraz səsi təhrif eləməliyik ki, səs daha çox eşidilə bilsin və açıqlıq qazansın. Yəni biraz daha belə aydın olsun və desin ki, əsl mənada mən burdayam, məni eşidin. Ona görə burada biz drive-ı qaldırırıq. Burada ton funksiyası ilə ona bright və ya dark, yəni açıq və ya qapalı bir emosiya, vibe ötürə bilərik. Mən bright istəyirəm, ona görə sağ eləyəcəm. Və deməliyəm ki, əslində bir çox prodüser count funksiyasını belə saxlamır, onun yerinə bunu automation edir, yəni avtomasiya tətbiq edir, yəni hardasa belə səslər yaradır. Bu video göstərmək istədiklərim bu qədər idi. Ümid edirəm ki, xoşunuza gəlmişdir.